Ağdam şəhərinə ilk qayıdış bu ilin sonuna qədər başlayacaq. Bu barədə ASTV Xəbərə ekskluziv açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov məlumat verib. O, il ərzində icrası planlanan işlərdən də danışıb. Bildiyimiz kimi, yaxın aylarda Ağdam şəhərinə də böyük qayıdış icrası planlaşdırılır. Bu barədə istərdim ətraflı məlumat verəsiniz. Böyük qayıdışın coğrafi arealı günü-gündən genişlənir və ilin əvvəlində möhtərəm cənab prezidentimiz yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdir ki, bu ilin sonuna dək ümumilikdə 30'a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkün soydaşlarımızın məskunlaşdırılması nəzərdə tutulur. Və bugün fəxarətlə qeyd edə bilərik ki, bu hədəfə nail olunub, artıq 28 yaşayış məntəqəsinə böyük qayıdışa start verilib, o cümlədən 6 şəhər, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Füzuli və Cəbrayıl və 22 qəsəbə və kəndə böyük qayıdışa start verilib və nəzərə alsaq ki, ilin sonuna dək daha bir neçə yaşayış məntəqəsinə, o cümlədən Ağdam şəhərinə və eyni zamanda bir sıra digər yaşayış məntəqələrinə, Xocalı, Xocavənd, Ağdərə rayonunun yaşayış məntəqələrinə, Cəbrayıl, Zəngilan rayonunun müxtəlif kəndlərinə böyük qayıdışa start veriləcək. Təbii ki, bu sayı 30'dan da çox olacaq.